Bugün işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baş verib. Bununla bağlı ANAMA məlumat yayıb. Bildirilib ki, humanitar mina təmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Rəşad Nərimanoğlu Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur. Oğuzda iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Qaraməryəm İsmayıllı Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Mercedes Vito markalı yük avtomobili ilə Kia markalı minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.